Sual nömrə 18. Doğru sıraları müəyyən edin. 1. Təbiətdə suyun bir haldan digərinə keçməsi böyük və ya kiçik su dövranı. Bəli, suyun öncə buxarlanması, sonra kondensasiya edərək maye halda yer səthinə yenidən qayıtması suyun dövranının əsasını təşkil edir. Birinci sıra doğrudur. Rütubətin paylanması fiziki aşınma. Rütubətin paylanması əsasının kimyəvi aşınma ilə bağlı olduğuna görə bu sıra yanlışdır. Yerin daxili enerjisi, morfostruktur və relief formaları. Morfostruktur eksogen qüvvələrin, yəni xarici qüvvələrin yaratdığı relief formalardır. Yerin daxili qüvvəsi, yəni endogen qüvvələrin yaratdığı relief formalarına morfostruktur deyilir. Üçüncü sıra yanlışdır. Qida zənciri, üzüm maddələrinin dövranı, bioloji dövran doğrudur, bəli. Yerin özü ətrafında fırlanması, qabarma və çəkilmə. Yerin özü ətrafında fırlanması bildiyimiz kimi sutkalıq ritmik hadisələri yaradır və qabarma və çəkilmə də sutkalıq ritmlərə aiddir. Doğrudur. 1, 4, 5 C variantı doğru variantdır.